Əziz 9-cu siniflər, yenə sizə lazım olan bir dərsin izahını verəcəm. Bu mövzuda imtahanlarda çox vaxt istifadə olunur. Xətti təlimlər sistemidir. Xətti təlimlər sistemi nədir? Onun haqqında qısaca bir məlumat verəcəm. Bir konspekt kimi, ümumi anlayış kimi deyil, yəni sadəcə bir konspekt kimi götürərsiniz. Onların nəzər hissəsini bilərək sizə düşən testləri asanlıqla yaza bilərsiniz. İki dəyişənli xətti təlimlərdən başlayaq. Yəni təlimlər sistemindən. Biz əsasən burada fikir verək. X1 AX1 B Y1 bərabərdir C1 olsun. Bax bu şəkildə olan təlimlər iki dəyişənli xətti təlim deyilir. AX1-in qarşısında durandır, B Y1-in qarşısında durandır, C1 isə sərbəst həddir. Əgər biz başqa bir iki dəyişənli xətti təlimdə yazsaq, yəni bu şəkildə A2 X2 olsun, B Y2 olsun, bir də C2 olsun. Yəni bu şəkildə. İki dənə iki dəyişənli xətti təlim var. Əgər bu iki dəyişənli xətti təlimliyin ortaq həllini axtarırıqsa, onda biz buna təlimliklər sistemi deyəcəyik. Ortaq həllini axtarırıq. Onda buna nə deyirik ki, təlimliklər sistemidir. Biz təlimliklər sistemində burada əsas məsələ nüans nədir? Gəlin bir dənə misal üstündə deyərəm. Eyni zamanda burada bir neçə xassəsi var. Həm xassəsini deyərəm ki, o xassəsini bilməyimiz vacibdir. Birinci nədir? Buna da A1 yazaq, buna da A1, buna da A1 yazaq, buna A2 yazaq, buna da B2 yazaq. Əgər A1-in A2-yə nisbəti bərabərdir, B1-in B2-yə nisbəti, bu da bərabərdir, C1-in C2-yə nisbətidir. Bu şəkil olacaq. Yəni, hamısı bir-birinə bərabərdir, yəni nisbətlər bərabər. Onda deyirik ki, sonsuz sayda həlli var. Nə qədər həlli var? Sonsuz sayda həlli var. Mən sual versəm ki, nə vaxt sonsuz sayda həlli var? Əgər bunların nisbətləri hamısı bir-birinə bərabərdirsə, onda sonsuz sayda həlli var. Bu birinci. İkinci qayda nədir? Əgər A1-in A2-yə nisbəti fərqlidir, B1-in B2-yə nisbəti. Yəni, əgər bu nisbətləri fərqlidirsə, onda bunun yeganə həlli var. Yəni, bir dənə həlli var. Üçüncü qaydamız nədir? Əgər A1-in A2-yə nisbəti, B1-in B2-yə nisbəti, C1-in də C2-yə nisbəti bu fərqlidirsə, onda ona deyirik ki, həlli nədir? Yoxdur. Onu biz belə elədik. Üç xassə bildik. Əgər hamısını bir-birinə bərabərdirsə, sonsuz sayda həlli var. Əgər fərqlidirsə, bir həlli var. Əgər bərabərdir, fərqli həllisi varsa, onu deyirik ki, boş çoxluq var. Ya bu qaydaları bilməyimiz vacibdir. Gəlin sizə bir dənə misal üstündə bəzi bu qaydaları eyni zamanda xətti təlim sisteminin tapılma bir metodlarını deyəcəm. Həmin vasitəsilə misalları taparıq. Misal belədir. Gəlin misal üstündə deyim. Misal belədir. 3x üstəgələk 4y bərabərdir 7 olsun. 2x çıxaq 4y bərabərdir -2 olsun. Burada bir nüans var. Əvvəlcə baxıram. A1, A2. A1-imiz 3, A2-miz 2. B1 4, B2-miz -4. C1 7, C2-miz -2-dir. Əgər baxıram ki, işarəcə müxtəlif, biri müsbətdir, biri mənfidir, əmsallarca eynidir. Onda tərəf-tərəfə toplamaq, zaten toplamaq lazımdır. Onda 3x-dən 2x-i toplar neçə elədir ki? 5x bərabərdir 5-ə, x-imiz də neçə bərabər olardı? 1-dir. X-i 1 tapsın, düzdür məncə? Əla, onu x-i tapsın, gətirək, 1-in də yerinə yazaq da y-i də var. X-in yerinə 1 yazaq. 3 üstə gələk, 4y bərabər 7-dirsə, onda 4y-imiz 4-dürsə, y-imiz də neçə bərabərdir? 1-ə bərabərdir. Demək, x də 1-dir, y də 1-dir. Yadınızda saxlaq əziz şəhidlər. Mən bəyək burada dənə qeyd yazdım həmin kimi. A1x üstə gələk, B1y bərabər C1-dir. A2x üstə gələk, B2y bərabərdir C2-dir. Baxın, bu hissəsini biraz sileyim, bu hissəsini silək. Əgər x-in qarşısında duranlar eynidir və yaxud y-in qarşısında duranlar eynidir, yəni hər hansı biri eynidir, onda işarəcədə
Müxtəlifdir. Yəni y-in qarşısında duranları eynidir. Bax görürsünüzmü? Eynidir. İşarəci də müxtəlifdir. Onunla tərəf-tərəfə toplayıb nəticəni tapa bilərəm. Əgər sadəcə burada y-in qarşısı eyni olmada bilər, x-in qarşısı eyni ola bilər. Ondan da istifadə edə bilərik. Əgər yenə x-in qarşısı eynidir, işarəcə də eynidir. Onu da biz nə etmək lazımdır? Tərəf-tərəfə çıxmaq lazımdır. Bax, məsələ, bir dənə nümunə göstər. 5x üstəgələk 3y bərabərdir, deyək ki, 8-dir. Buradan da birini yazaq. 5x çıxaq 2y bərabərdir, 3 yazaq. Baxın, indi y-in qarşısı eyni deyil. Nə olsa işarəcə müxtəlifdir. Ancaq x-in qarşısı eynidir, işarəcə də eynidir. Onu da biz tərəf-tərəfə çıxaram. Tərəf-tərəfə çıxsam, bunlar islah gedərdi. 3y-dən 2y çıxsaydı, onda 5y elərdi. 8-dən 3-ü çıxardım 5 elərdi. Y-imiz də neçədir? 1-dir. Y-imiz 1-dir. Onu zaten gətirib birinci də yerinə yazıb hesab. Birinci də yox. Eyni zamanda ikinci də yerinə yazıb hesablaya bilərəm. Onu da çıxardı ki, x-imiz də neçədir? 1-ə bərabər ola bilər. Bəs, sual verilə bilərdiniz ki, bəs ola bilər ki, nə x-in qarşısı eynidir, nə y-in qarşısı eynidir. Onu bəs necə elə bilərik? Onu da gəlin, ona uyğun da bir misal göstərin burada. Əzizlər. Misal belə göstərik, gəlin. 3x üstəgələk 2y. 3x üstəgələk 2y bərabərdir 7. 2x üstəgələk y bərabərdir 4. Baxırıq ki, A1, A2-miz 1, 3-dür, 1, 2-dir, B1, B2-miz 1, 2-dir, bir də 1-dir, C1, C1, 7-dir, bir də neçədir? 4-dür. Onda biz nə etməliyik, nə iş görməliyik? Bəlkə heç birini görə bilmirik. Onda biz bir şansımız var ki, burada ya x-in qarşısını bərabərləşdirmək lazımdır, ya y-in qarşısını bərabərləşdirmək lazımdır. Mən lazımdır ki, deyərəm ki, y-in qarşısını bərabərləşdirək. Y-in qarşısını bərabərləşdirmək üçün yuxarıçının əmsalını aşağıçının əmsalına vururam, aşağıçının əmsalını yuxarıçının əmsalına vururam. Yuxarıçının əmsalı neçədir? 2. Onda aşağıçı 2-yə vururam. Aşağıçının əmsalı neçədir? 1-dir. Onda yuxarıçının hər birinə 1-ə vururam. Y-in əmsalını bərabərləşdirdik. Hər birini vuracam. 1-i 3-yə vuram. Neçə elədir ki? 3x üstəgələk 2-yə vurdum. 2y bərabər. 1-i 7-yə vurdum. 7. Aşağının hər birini 2-yə vuraq. Onda 4x üstəgələk 2-yə vurdum. Neçə elədir? 2y bərabər 2-yə də vurdum. Neçə elədir? 8-ə bərabər. Gördünüzmü? Y-in əmsalları bərabərləşdi. Y-in əmsalları bərabərləşdi. Həm ədəd eynidir, həm də işarə eynidir. Ədəd eynidir, işarə eynidir, tərəf-tərəfə çıxar. Çıxan kimi zaten bunlar islah gedərdi. 3y-dən 4x-i çıxsaydıq, mənfi x elərdi. 7-dən 8 çıxsa, mənfi 1 elərdi. X-imiz də zaten neçə tapmış olardı? 1-dir. Gətirib, burada da yerinə yaza bilərsiniz. Burada da yerinə yaza bilərsiniz. Önəmli deyil. Hər birində x-in yerinə, hansında birində yerinə yazaq. Gəlin, bax, burada yerinə yazaq. X-in yerinə 1 yazaq. 2 üstəgələk y bərabərdir 4-dür. Y-imiz də neçə bərabər ola bilərdi? 2-yə bərabər ola bilərdi. Təmin sistemin əsas nüansları budur. Təmin sistemi dediyimiz kimi yeganə həlli var, sonsuz sayda həlli var, həlli yoxdur və onlardan istifadə edərək misalların cavabını tapa bilərik. Və xətti təmin şəklində belə bir misallarımız da var. Həmişə yadında saxlayaq. Y bərabərdir. Deyək ki, K1x üstəgələk B1-dir. Y bərabərdir. K2x üstəgələk B2-dir. Yəni, bəx funksiyada o bölməsində, mövzusunda izahını vermişdim. Sadəcə burada yadımıza saxlayaq. Əgər K1 fərqlidir, K2 olarsa, bunun yeganə həlli var. Əgər K1 bərabərdir K2, B1 fərqlidir, B2 olarsa, bunun həlli yoxdur. Əgər K1 K2-yə bərabər fərqlidir, K1, burada bizim əsasən K1 fərqlidir K2, B1 bərabər B2 olarsa, onunla bunun nə qədər həlli ola bilərdi? Sonsuz sayda həlli olardı. Yəni, sadəcə bunlardan istifadə edilərək misallara görə fikir verərsiniz. Misallarda istifadə edilənilir. Deyir ki, məsələn, bir misal verilir ki, y bərabərdir 3x üstəgələk məsələ 4-dür. Y bərabərdir kx üstəgələk b-dir. Deyir, sual verir ki, bu birinci xəttənliyin, ikinci xəttənliyin sonsuz sayda həlli var. Onda k ilə b-nin cəmi tapır. Onda k-mızı neçə götürə bilərdim? 3 götürərdim. B-ni neçə götürərdim? 4 götürərdim. Onda bunun nə qədərdir? Sonsuz sayda həlli olardı.